əsas səbəbi Dövlət İmtahan Mərkəzinin də qeyd etdiyi kimi ondan ibarətdir ki, bugün dövlət vəsaiti və müəyyən büdcə var ki, bu büdcə vasitəsilə biz müəyyən sahələrimizi maliyyələşdirə bilərik. Yəni belə bir imkan var idi. Ona görə ballara yenidən baxaraq müəyyən sayda gəncimizin bu imkanlardan bəhrələnməsi üçün şərait yaradıldı və bu məsələyə baxılaraq müvafiq qərar qəbul edildi. Yəni bu bir daha dövlətimizin bu sahəyə qayğısını və etimadını göstərir və dövlətimizin bu sahədə ardıcıl və sistemli bir siyasətinin olduğunu eyni zamanda göstərir.